başa düşür də çox zəif rəqiblərdəndir. Hər halda çağırıb bir oynatmaq olardı da, onu yoxlamaq olardı. Çox sağ olun. Əlbəttə, hər kəsin fikrinə biz hörmət edirik. Yəni, mən də sual verə bilərəm ki, niyə olmalıdır? Digərdə, bilirsiniz, bizim üçün hər bir futbolçu önəmlidir. Və ümumən Yusuf üçün də sevinirəm ki, karyerası uğurlu alınmadı, legioner karyerası və Kəpəzə qayıtdı. Bir neçə oyunda səhv eləmirəmsə, əsas heyətdə yerini itirmişdi və son oyunda həqiqətən yaxşı performans göstərdi. Bugün qapıcı, belə deyək, mövqeyi biraz bizim üçün haradasa çətin mövqeydi. Çünki bilirsiniz, çempionatımızda da komandalar legionerlərə üstün tutur. Bu da normaldır, rəqabət var. Bu rəqabətdən gələk haradasa qalib gəlməlidirlər. Yəni, burada hər milli komandanın siyahısı çıxanda zaten hansısa bir adlar, belə deyək də, şişirdilir deməyək, önə gətirilir. Necə ki, Mahir Əmrəlini Fransa ilə biz oynadanda çox qınadılar məni və oyundan sonra Mahirə öz komandasında fikirlər dəyişdi. Və bugün Mahir bir qol vuranda hamımız Mahirin şəklini paylaşıb təbrik edirik və hərdən baxırım, axı bu Mahiri təndiq eləyənlər idi. Bu da futbolun yazılmamış qanunudur. Biz neysə biliriksə, neysə görürüksə, biz 3 qapıcı çağırmışıq ümumən toplanışığa. 4-cü qapıcımız Şərüddin, bilirsiniz ki, həkimlərlə biz məsləhətləşəndən sonra, əlaqə qurandan sonra Şərüddin tam hazır idi məşq komanda ilə eləməyə və o zədəni bizim milli komandamızda Fransaya qarşı bilirsiniz ki, orada zədələnmişdi. Ümumən əsas oyuncumuzdur, kapitanlarımızdandır. Bugün dünya praktikasında da var ki, məsəl üçün görürük ki, belə liderlik, keyfiyyət olan futbolçular hətta zədəli olsa belə o toplanışa çağırırlar. Bugün Şərüddin məşqlərdə o qədər əzmkarlıq göstərir, o qədər yoldaşlarına əhval-ruhiyyə verir və biz bu gələcək toplanışığı da fikirləşirik. Biz yəni bugündən baxmırıq. Əlbəttə, gələcəkdə Yusif və digərləri yaxşı olacaqsa, onlar da çağırılacaq. Necə ki, bundan əvvəlki 2 qapıcı adı çəkilirdi ki, niyə çağırılmıyor, amma bugün heç demirlər ki, niyə Kamran və ya Mehdi çağırılmayıb. Yəni, bu da normaldır. Yəqin ki, onların performansı yaxşı olmadığına görə bu fikirlər olunur. Ona görə bütün futbolçulara qapı açıqdır, hamını izləyirik və ola bilər ki, gələn toplanışda Yusif də olsun.